Salamlayıram. Bizə loqaritmik ifadələr verib və onları müqayisə etmək istəyir. Deməli, A-nı yaza bilərəm. A bərabərdir 1 bölünsün loqaritma 5 əsasdan 50 və bərabərdir 1 bölünsün. Yəni 50 5-in neçənci dərəcədən qüvvətinə yaxındır? İkinci dərəcədən. Buradan çıxacaq 2 tam nə qədərsə. B bərabərdir 1 bölünsün loqaritma 3 əsasdan 30 yazıram B-ni. O da bərabərdir 1 bölünsün. Yenə 30 3-ün neçənci dərəcədən qüvvətinə yaxındır? 3-cü dərəcədən. 3 tam nə qədərsə. C bərabərdir 1 bölünsün loqaritma 2 əsasdan 20. Burada isə yenə 1 bölünsün 22-nin neçənci dərəcədən qüvvətinə yaxın? 4-cü dərəcədən. 2 üstü 4 16-dır. Buradan da çıxacaq 4 tam nə qədərsə. İndi baxın, hamısı surətləri eyni olan kəsirlərdir. 1 bölü 2, 1 bölü 3, 1 bölü 4. Hansı böyükdür? Təbii ki, A böyükdür. Məxrəci kiçik olan böyükdür. Sonra B böyükdür. Sonra C ilə ya da bu şəkildə də yaza bilərik. C kiçikdir, B-dən kiçikdir A-dan. Cavab A böyükdür, B böyükdür, C olacaq.